Salam müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi bugündən etibarən artıq müsahibə mərhələsində qeydiyyat prosesi başladı. Hər kəs üçün xeyirli, uğurlu, düşərli olsun və hər kəsə könlündən keçən, arzuladığı müəssisədə daimi əsaslarla işləmək qismət olsun. Əziz müəllimlər, hər bir region üzrə link paylaşılıb, qeydiyyat linki və həmin linkə uyğun, həmin region üzrə vakansiyalar təqdim olunub. Siz qeydiyyatdan keçəcəksiniz və vakansiyalardan cəmi bir yer seçəcəksiniz. Çox asandır. Düzdür. Regiondan regiona qeydiyyat prosesi fərqli formatda verilib. Mən özümə yönləndirmişəm. Burada deməli Dağlıq Şirvan regionunu, daha sonra hansıdır? Şəki-Zaqatala, Abşeron, Xızı. Bunları nümunə olaraq göstərəcəm sizə. Yenə də deyirəm, qeydiyyat prosesi regiondan regiona başqa formatda təqdim olunur. Yəni bu harda məsəl üçün elə region var ki, şəxsiyyət vəsiqəsi ya da ki diplomun əsli tələb olunur. Fayl şəklində yerləşdirməlisiniz. Elə region var ki, bu yoxdur. Yəni bu heç də sizdə tərəddüdlər yaratmasın ki, qrup yoldaşımda nəsə var idi, məndə yoxdur, müəllimə necə olacaq? Çox primitiv bir şeyləri soruşursunuz və bu qeydiyyatla bağlı çox-çox suallar, zəhlər gəldiyi üçün qərarlaşdırdım ki, sizlər üçün bir paylaşım edim. Ona görə bir neçə regionu nümunə olaraq sizə göstərəcəm. Deyək ki, hal-hazırda Dağlıq Şirvan regionu üzrə müsahibədə qeydiyyat prosesini göstərəcəm. Sadəcə linkə keçid edirsiniz. Linkə keçid etdikdən sonra verilən məlumatları düzgün şəkildə yerləşdirəcəksiniz. Soyad, ata adı, əlaqə nömrəniz, şəxsiyyət vəsiqəsinin fin kodu, topladığınız bal, daha sonra işləmək istədiyiniz müəssisənin adı, bircə dənə yer seçəcəksiniz. Həmin yeri seçdikdən sonra təqdim edin. Artıq yekunlaşdı, növbəti mərhələyə keçəcəksiniz. Mən bunları bir-bir doldura bilmirəm. Niyə? Çünki mən test mərhələsində iştirak etməmişəm. Ona görə də yəni mənim seçimim sonda təsdiqlənməyəcək. Siz iştirak etmisiniz, sonda da siz onu heç bir problem olmadan da təsdiqləyə biləcəksiniz. Yəni bu qədər sadə. Hansı ki bu Şirvan bölgəsi üzrə, Dağlıq Şirvan əraziləri üzrə, regionu üzrə verilən qeydiyyat prosesidir. Sonra göstərək sizə, deyək ki, Dağlıq Şirvanı göstərdik, Abşeron Xızı üzrə. Abşeron Xızı üzrə yenə də qeydiyyat linkinə keçid edirik. Keçid etdikdən sonra görürük ki, e-poçt tələb olunur. Artıq bu Dağlıq Şirvanda yox idi, Abşeron Xızıda var. Heç nə, e-poçtunuzu yazacaqsınız. Soyad, ad, ata adı, fin kod, balınız, faktiki yaşayış yeriniz, bitirdiyiniz təhsil müəssisəsi, ixtisasınız, diplomun sürətini yükləmək lazımdır. Diplomu PDF-ləşdirəcəksiniz. Bu da çox asandır və bununla bağlı da bugün çox saylı suallar gəlmişdi. Çox asan. Müəllimlər nə edəcəksiniz? Şəkillərini çəkəcəksiniz, PDF-ləşdirəcəksiniz. Adını da yazın. Diplom sizin üçün daha asan olsun. Artıq o PDF-lər siyahısında görünəcək. Siz fayl əlavə edin hissəsinə toxunduqda PDF-lər siyahısı açılacaq ki, orada da siz diplom yazılanı seçirsiniz. Artıq sizin diplomunuz ora yerləşdirilmiş olacaq. Eynən bu qaydada da şəxsiyyət vəsiqənizi yerləşdirəcəksiniz. Sonra isə verilmiş vakansiyalar, təqdim olunan vakansiyalardan hansı yer sizə uyğundur onu seçəcəksiniz. Seçdikdən sonra mobil nömrənizi daxil edəcəksiniz. Mobil nömrənizi daxil edən zaman çox diqqətli olmalısınız. Bu bütün regionlar üçün keçərlidir. Belə ki, daxil etdiyiniz mobil nömrə aktiv olmalı, hər zaman zəng, SMS çatan nömrə olmalıdır. Niyə? Çünki müsahibənin günü, vaxtı, tarixi haqqında nömrəyə SMS vasitəsilə bildiriş gələcək. Ona görə də nömrəni daxil edən zaman diqqətli olun. Və sonda da qeyd olunub, nömrənin düzgün daxil olunmasına görə məsuliyyət iştirakçının öz üzərindədir. Olar ki, yazdığınız, qeyd etdiyiniz nömrəyə zəng çatmır. Artıq buna görə məsuliyyəti həmin region yox, sırf nömrəni daxil edən şəxs daşıyır. Məsuliyyətçi hesab olunur. Və sizdə cavabınız nə ola bilər ki, yaza bilərsiniz ki, nömrə düzgün daxil edilib. Vəssalam. Sonra təqdim edəcəksiniz. Başqa nümunə göstərək sizə hansını seçmişdim. Bir dəqiqə. Şəki-Zaqatala üzrə yenə də qeydiyyat linkinə keçid edəcəksiniz. Qeydiyyat linkinə keçid etdikdən sonra rayon, hansı rayon onu seçəcəksiniz. Ad, soyad, ata adı, fin, əlaqə nömrəsi, imtahan balınız və işləmək istədiyiniz müəssisəni seçəcəksiniz, təqdim edəcəksiniz. Bununla da qeydiyyat prosesində uğurla iştirak etmiş olacaqsınız. Bu qədər asan, bu qədər sadə. Çox sadə bir şeylərə görə də özünüzü həyəcanlandırmayın qətiyyən. Yenə də dediyim kimi, inşallah ki, arzuladığınız müəssisədə daimi əsaslarla işləmək qismətiniz olsun. Hər kəs üçün xeyirli, uğurlu, düşərli olsun.